ərazisində qışın sərt üzünü göstərməsi kifayət etdi ki, fəsadlar da özünü büruzə versin. Bu dəfə yağan qar və şaxtalar yalnız yollarda problemli yadda qaldı. Ağsu aşırımı və Böyük Qafqazın ətəyində yerləşən şimal bölgəsinin rayonları ilə yanaşı Cəlilabad kimi Aran yerində də hərəkət çətinləşib. Rayon mərkəzi ilə əlaqənin kəsildiyi Cəlilabaddan yardımlıya gedən yol da keçilməz olub. 2 gündür yağan qar Cəlilabad yardımlı avtomobil yolunda hərəkəti çətinləşdirib. Hündür qar örtüyü və yolların buz bağlaması səbəbindən sürücülər təhlükəli anlar yaşayıb. Yolun buz bağlaması avtomobil qəzalarına səbəb olub. Cəlilabadın bir neçə kəndinin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Eyni zamanda kəndlərdə enerjinin verilişində fasilələr yaranıb. Bakı-Şamaxı, Ağsu-Şamaxı Yevlax yolu, eləcə də Ağsu aşırımı da buz bağlayıb. Nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Ağsu yol istismar sahəsindən verilən məlumata görə səhər saatlarından yollardan qarı təmizləmək üçün texnika və canlı qüvvə yola çıxarılıb. Duz səpən, qar təmizləyən maşınlar işləyərək yolların nəqliyyat vasitələri üçün açılmasına çalışır. Gecə saatlarında yenidən şaxta olacağı və yolların buz bağlayacağı istisna edilmədiyindən sürücülərə alternativ yollardan Ağsu-Kürdəmir, Ağsu-Göylər, Ucar-Göyçay yollarından istifadə edilməsi tövsiyə olunur. Bakı-Quba-Rusiya yolda buz bağlayıb. Əraziyə qum, duz tökülməsi işləri sürətləndirilib. 16 dərəcə şaxtanın müşahidə edildiyi Qubanın dağlıq yaşayış məntəqələrində də yollar buz bağladığından nəqliyyatın hərəkəti məhdudlaşıb. Yol polisləri isə sürücülərə ehtiyatlı olmaqla yanaşı imkan daxilində şəxsi avtomobillərindən istifadə etməməyi tövsiyə edir.